Belə bir qol aparatı gətiriblər. Bunlar orijinal launch qol aparatlarıdır. Bu bax Ruslardan elə alınıb, bu Rusiyada alınıb bu aparat o vaxtı. Demək kəsirdilər belə, proşivka vururdular buna ki, sındırılmış versiya proqramı, kompüterdə düzəlmə, sındırılma versiya proqramı yükləyib işlətmək olsun. Proqram da dayanıb, yəni düzdür bir neçə il işləyib. İndi artıq o sındırılmış versiya proqramlar işləmir. Qardaş gətirib ki, buna nə etmək olar? Buna orijinal proşivka vurduq, zavod proşivkasına qaytardıq. Serverdə qeydiyyata saldıq. X-Pro 5 istəyirdi. Və qoşuruq emulyatora. IOB-dən test üçün açmışıq. Yəni kimdə beləncə aparatlar varsa, proşivkası dəyişilmiş, biz onları zavod proşivkasına qaytarıb X-Pro 5 və yaxud XDiag proqramını, yəni onlayn login paroluna. Bu çünki sındırılmış versiya proqramlara login parollar verilmirdi. Düzdür o vaxt tələbat buydu, yəni belə satılırdı. Amma indi artıq o köhnə proqramlar işləmir. Dayanır, internetə qoşan kimi silinir. Kimdə varsa, kimə lazımdırsa biz onları yenidən zavod proşivkasına qaytarıb, demək, onlayn proqramlar X-Pro 5-də və yaxud XDiag-da aça bilərik. Oxudu, qaydasındadır, indi bütün markalar aktiv ediləcək, yüklənib təhvil veriləcək. Kimə belə bu tip aparatlar, yəni fərq eləmir, bunlar qol idi, beləncə o XDiag 2.0'lar da var, Debescar 1'lər də var, qırmızı rəngdə, sarı rəngdə XDiag 2.0'lar da var və yaxud 3.0'lar, Debescar 5'lər, 7'lər fərq eləmir. Kimdə varsa, yəni onlayn qeydiyyata salmaq istəyirsə, biz ona zavod proşivkasına qaytarıb, onlayn qeydiyyata salıb və aktivasiya vura bilərik.